Her birinizi hoş gördüm, değerli milletim, güzel xalqım. Allah her birinizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Like'ları unutmayaq, kanalımıza abunə olmayanlar zəhmət olmasa abunə olsunlar. Sizlərə maraqlı evlər təqdim eləməyə davam edirəm. Bugün Aynurla gəlmişik sizlərə Abşeron sanatoriyasının yaxınlığında yerləşən qardaş 300 kvadratlıq ev təqdim eləyəcəm. Qiymətini sonda deyəcəm. Məncə almağa dəyər. Ya Allah, videomuz başladı. Besetkasını gördünüz. Gəldik qarşısında hovuzu. 8 metr uzunluğunda, 4 metr önündə. Orada maşın saxlaya biləcəyiniz yerləri 2 maşınlıq yeri. Bayır tərəfdə də maşın saxlaya bilərsiniz. Kifayət qədər yeri var. Burada meşəliyi. İndisə gedək sizlərə o deyirdizə şəxsi tikili. Gəlin gedək bu şəxsi tikilini təqdim edeyim. Ya Allah. Gəl bir dənə bu pləkanın gözəlliyinə bax. Əla da əla. Qəşəng maraqlı düzəldiblər. Zalını göstərdin. 45 kvadratlıq zalı var. Tavanın hündürlüyü bilirsən nə qədərdir? 3,80. Gəl davam eləyək. Giriş tərəfini göstər. Mətbəxini də gəl göstərək. Mətbəxi, mətbəxdən çıxışı, hovuz mənzərəli. Qapıların hündürlüyü 2,60. Burada ümumi sanitar qovşağı. Ev tam monolit tikilib. 3 mərtəbə, 3'ü də monolitdir. Mən sahibinin yalancısıyam, amma mənə belə inanma. Ev bizi alanda mütləq və mütləq yoxlatdırıb alın. Şəkillərini, ən azından şəkillərini, videolarını tələb eləyin ki, necə tikmirsən bu evi qardaş? Bu birinci yataq otağı. İndi sizi bilirsiniz ara aparıram. İkinci mərtəbəyə 3 dənə yataq otağı var. Ayaqdan səni gözləyirəm. Nəyə yapsınırsan? Gəl. İkinci mərtəbənin xolunu gördünüz. 3 dənə yataq otağı var. Gəl bir-bir baxaq. Müştərilərimizin, izləyicilərimizin ürəyini sıxmayaq, tez-tez eləyək. Burada qardırobu və özünün sanitar qovşağı. Və bir dənə də böyük balkonu var. Ona çıxmayacağım, vaxt itməsin. Ya Allah, gəl. Ay Allah, bizim millətin hamısına belə gözəl evlərdə yaşamağı nəsib elə. Bundan daha gözəlləri. Gəl. Burada qardırobu. Mənim dualarım tutur ha özdə. Mən ürəkdən dua edirəm, yalandan yox. Burada da bir dənə sanitar qovşağı. Və evin axırıncı yataq otağı. Evdə ümumilikdə 4 yataq, 1 zal, 4 sanitar qovşağı, bir dənə də mətbəx var. Allah xeyir versin, nə deyək? Gəl sağollaşaq. Qiyməti bilirsiniz nə qədərdir bu evin? 460 bin manat start dedim. 4,5 sot, 300 kvadrat. Məncə almağa dəyər, yeri möhtəşəmdir. Yayı da, qışı da yaşamaq istəyirsə, övladınız varsa, məktəbə gedirsə, rahatlıqla bu evə deyərdim ki, sahib olun. Heç nə deyim, izləmədə qalın. İnşallah yeni videolarda görüşərik. Özünüzdən müğayət olun.